Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə həsr olunan beynəlxalq elmi praktik konfrans keçirilib. Tədbirdə maliyyə təhlili məlumatlarından istifadə edilməsi təcrübəsinin genişləndirilməsi və təhlilinə dair təkliflər irəli sürülüb. Bildirilib ki, qeyri-qanuni fəaliyyət təkcə iqtisadi deyil, ictimai və milli təhlükəsizliyə təhdidlər yaradır. Bunun qarşısını almaq üçün effektiv nəzarət mexanizmləri ilə yanaşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Əsas məqsədi bu konfransın ondan ibarətdir ki, nəzarət orqanların və öhdəlik daşıyan şəxslər arasında düzgün kommunikasiya və düzgün nəzarətin qurulmasında, onun effektivliyin əldə olunması məqsəd daşıyır. Çirkli pulların yığılması, qeyri-qanuni yolla əmlakın leqallaşdırılması və bizim hörmətli xarici qonaqların da məruzələrində siz dinlədiniz ki, terrorizmin mənbəyi kimi çox təhlükəli bir haldır.